Xaricdə təhsil bu bir qaçış deyil, status deyil, hamıdan üstün olmaq yolu deyil. Bu özünü tanımaq, sərhədlərini aşmaq və inkişaf prosesidir. Xaricdə təhsil almaq əksərən kənardan çox cazibədar görsənir. Yeni ölkə, yeni universitet, yeni həyat, amma realda isə çox ciddi bir qərardır. Çünki siz bir tək ölkəni dəyişmirsiniz, siz həyat tərzini dəyişirsiniz və çox istərdim ki, insanlar bunun fərqində olaraq bu qərarı versinlər və bu səbəbdən də bu gün xaricdə təhsil mövzusuna fərqli bir prizmadan baxmaq istəyirəm. Fikrimcə, xaricdə təhsil almaq qərarı ümumiyyətlə emosional yox, rasional və strateji olmalıdır. Xaricdə təhsil almaq istəyirəm cümləsi çox gözəl səslənir, amma bu cümlənin davamı da konkret və şüurlu olmalıdır. Son 10 ildə müşahidələrim onu göstərir ki, sıx gənclərlə əlaqədəyəm. Çox böyük maraq var xaricdə təhsilə, arzu var, istək var. Lakin niyə sualının cavabı konkret deyil, çox təəssüf ki. Gənclər qonşularına baxır, başqalarına sosial mediadan baxır və xaricdə təhsil almaq istəyi yaranır. Lakin niyə mən bu təhsili istəyirəm? Bu təhsil mənə nə qatacaq, nə qazandıracaq? Suallarından belə deyək də cavab vermədən bu addımı atmaq istəyirlər. Bu səbəbdən də düşünürəm ki, xaricdə təhsilə qərarını verməzdən öncə cavablamalı olduqları 3 sual var əslində. İlk növbədə mən bu xaricdə təhsili niyə istəyirəm və bu qərar mənim uzun müddətli planlarıma necə xidmət edir? Eyni zamanda da seçdiyim universitet, ixtisas mənə real bacarıqlar və ümumiyyətlə əmək bazarında dəyər qazandıracaqmı? Bu da diqqət etməli olduqları məqamlardan biridir və ən son olaraq da əlbəttə ki, bu ölkədə akademik, psixoloji və sosial baxımdan yaşamağa hazıram ya yox? Bu cavabları verdikdən sonra gənclər və bu məqamlara nəzər yetirdikdən sonra qərar verməlidirlər ki, xaricdə təhsil istəyirlər yoxsa yox. Xaricdə təhsil alarkən Azərbaycanlı tələbələrin ən çox rastlaşdığı 3 problemi vurğulamaq istəyərdim. Bu, akademik sistemə uyğunlaşma. İlk ən böyük çətinlik bundan ibarət olur. Çünki Azərbaycanda əksərən əzbərləmə metodikası ilə imtahanlardan keçiblər. Amma Avropada və ya da ki, Amerikada, digər ölkələrdə təhsilə gedərkən universitet sizdən araşdırmağınızı istəyir, sorğulamağınızı istəyir, arqument gətirməyinizi istəyir. Bu isə Azərbaycanlı tələbələrin belə deyək də çox da təcrübəli olduğu sahələr deyil. Bu səbəbdən ilk öncə gedirlər və təəccüblənirlər ki, müəllim var, amma müəllim yalnız istiqamət verir, belə deyək də. Amma Azərbaycan təcrübəsində görürük ki, müəllim nə deyirsə biz onu əzbərləməliyik və onun bizə dediyini də eyniliklə ona qaytarmalıyıq. Amma bu xaricdə təhsil alarkən belə baş vermir. Müəllim deyir ki, mən sənə istiqamət verirəm, sən özün sorğulamalısan, araşdırmalısan və ondan sonra gəldiyin qənaətləri mənə təqdim elə və məni ikna etməyə çalış. Bu səbəbdən də akademik yazı qabiliyyəti əksərən Azərbaycan gənclərində bir balaca zəif olur ki, ələxüsus da IELTS nəticələrinin writing ballarının da aşağı olması bunun bariz nümunəsidir. Və bu səbəbdən də gənclər gedərkən həmin o paperları yazarkən çox böyük əziyyətlər çəkirlər. Bu səbəbdən də getməzdən öncə artıq öncədən hazırlaşmaq lazımdır. Sırf akademik yazıları yazmağa hazırlaşmaq lazımdır. Akademik paperları oxumaq qabiliyyəti belə bilavasitə orada yaşanan çətinliklərdən biridir. Çünki çox səhifələr verirlər. Gənclər isə bu təcrübəni yaşamadıkları üçün akademik yazılar ilə çox da yaxından tanış olmadıkları üçün onlara ilk başda çox çətin olur. Ona görə psixoloji hazır olmaq lazımdır ki, oxumaq heç də asan gəlməyəcək. Çünki insanlar düşünür ki, əsas odur ki, qəbul alım. Amma əslində əsas odur ki, universitetə qəbul aldıqdan sonra bunu uğurla sonlandıra biləsiniz və bunun üçün də sizin yaxşı təhsil almağınız lazımdır. İkinci problem isə bu əlbəttə ki, sosiallaşmaq və adaptasiya məsələsidir. Çünki xaricdə təhsil yeni bir ölkə deməkdir, yeni bir mühit deməkdir və hər zaman da bizim Azərbaycanda öyrəşdiyimiz o istilik, o qonşu, o qohum mühitini orada tapmaya bilirik. İlk başda ümumiyyətlə yeni dostlar qazanmaq lazımdır, yeni mədəniyyətə adaptasiya etmək lazımdır ki, buna da əksər halda göz ardı edirlər. Yəni insanlar ölkəni seçir, amma heç də o ölkənin mədəniyyətindən xəbərdar olmadan. Misal üçün mən İsveçə getmişdim və İsveç xalqının bu qədər soyuq olacağını, İsveçdə mənlə kommunikasiya qurmaq
dostlar qazanmaq bu qədər çətin olacağını mən də gözə almamışdım. Lakin bu diqqət etməli olduqları məqamlardan da biridir ki, psixoloji olaraq siz buna tab gətirə biləcəksinizmi və eyni zamanda ailənizdən kənar yaşaya biləcəksinizmi? Valideyn də istəyir ki, övladını xaricə göndərsin, amma o da göz ardı edir ki, ümumiyyətlə övladı hazırdırmı? Anadan, atadan kənar gedib orada rahat yaşamağa, özünə yemək bişirə bilirmi? Öz problemlərini həll edə bilirmi? Yəni düşünürəm ki, uşağı göndərməklə deyil, əmin olmaq lazımdır ki, həmçinin də uşaq gedib orada baş çıxara biləcək və çətinlikləri ilə üzləşərkən bunları həll edə biləcək. Üçüncü rastlaşdıqları problem əlbəttə ki, bu sistemə uyğunlaşmaqdır. Çünki siz gedərkən bir vətəndaş olaraq yaşamağa başlayırsınız. Səhiyyəsi olsun, sığortası olsun, digər bütün sistemlər, digər nazirliklər olsun, bunlarla əlaqədə olmalı olursunuz. Yəni xəstələnirsiniz, həkimə bir appointment götürmək lazımdır və ya da ki, sığortanızda problem var, bunu həll etmək lazımdır ki, əksərən də xarici ölkələrdə bürokratiya çoxdur. Bu problemləri həll etmək də İlk başlarda tələbələrə çətin olur, çünki bu təcrübəni Azərbaycanda ola bilsin ki, yaşamayıblar. Buna da psixoloji olaraq hazır olmalıdırlar ki, yeni ölkə, yeni sistem deməkdir və tələbədən də gözlənilən bu sistemə adaptasiya etmələridir. Xaricdə təhsil ilə bağlı çox sayda miflər var. Mən isə ən çox sevdiyim 3 mifi vurğulamaq istəyirəm. Bu gənclər xarici təhsilə hazırlaşarkən düşünürlər ki, ən vacibi IELTS TOEFL nəticəsidir və GPA nəticəsidir. Ki biz bunları əldə etdiksə, bu qədər rahatlıqla da universitetə qəbul olacağıq, rahatlıqla da təqaüd qazanacağıq, əgər bu nəticələr yüksəkdirsə. Əslində isə olan ondan ibarətdir ki, bunlar sadəcə qərar vermə prosesində vacib olan meyarlardır. Bunlardan başqa da əlavə meyarlar var ki, əksərən bunlar göz ardı edilir. Odur ki, istərdim ki, gənclər bir tək GPA-yə və IELTS-ə fokus olmasınlar, eyni zamanda digər məqamları da nəzərə alsınlar. Çünki hekayə olmadığı təqdirdə, çünki sizin motivasiya məktubunuzda yazmağa sözünüz olmadığı təqdirdə o zaman IELTS və GPA sizə çox da yardımcı olmayacaqdır. Bunlar vacibdir, lakin ən vacib məqam bu deyil. Bu sadəcə ümumi, belə deyək də, qərar vermə komponentlərinin ikisidir. Digər komponentləri də həmçinin nəzərə almaq lazımdır. İkinci mif ondan ibarətdir ki, xaricdə təhsil alanı Azərbaycanda yüksək maaş və vəzifə gözləyir. Belə gəlir gəlməz. Təəssüf ki, bu belə deyil və ələxüsusda son illərdə müşahidə etsək ki, çox sayda gənclər var xaricdə təhsil alan və əlbəttə ki, bu da rəqabəti artırır. 90-cı illərdə bu müzakirə mövzusu ola bilərdi, çünki xaricdə təhsil alan insanların sayı çox az idi. Amma indi bu belə deyil və bu səbəbdən də işə qəbul prosesi, xaricdə təhsil alsaz da, almasaz da hər zaman bu sizin bacarıqlarınızdan asılı olan bir məsələdir və bu səbəbdən də bir tək diploma, bir tək mən xaricdə təhsil almışam, əmin olmadan, belə deyək də, ona güvənmədən öz üzərlərində çalışsınlar və iş axtarışı proseslərini özləri idarə etməlidirlər. Bu yalan gözləntilərlə də ölkəyə qayıdıb məyus olmalarını istəmirəm. Və üçüncü məsələ isə ondan ibarətdir ki, xaricdə təhsil sizi ekspertə çevirəcək. Yəni burada təhsil alan gənclər düşünür ki, gedib gəlib super ekspert olacaqlar. Bu magistr pilləsində təhsil aldıqları müddətdə onların həyatları 180 dərəcə dəyişəcək, 180 dərəcə biliklər qazanacaqlar, belə super bir ekspert olaraq ölkəyə qayıdacaqlar. Əlbəttə ki, bu təhsil müddətində siz akademik biliklərə yiyələnirsiniz. Əlbəttə ki, bilik bacarıqlarınız artır, amma eyni zamanda bu tələbədən də asılı olan bir məsələdir və ümumiyyətlə ekspert olmaq bu hər bir gəncin öz əlindədir. Çünki təhsil sizə akademik biliklər verir. Əgər siz əmək bazarında dəyərinizi artırmaq istəyirsinizsə, mütləq şəkildə xaricdə olduğunuz müddətdə və əlbəttə ki, plan korporativ sahədə çalışmaqdırsa, o zaman mütləq şəkildə xaricdə təhsil aldığınız müddətdə akademik biliklər ilə yetinməyib, eyni zamanda praktiki biliklərə də yiyələnmək lazımdır. Yəni bu nə deməkdir? Əlavə təcrübə proqramlarına qoşulmaq lazımdır. İmkan və şərait varsa, orada iş təcrübəsi qazanmaq lazımdır və ondan sonra artıq ölkəyə qayıtmaq və belə olduğu təqdirdə bəli, siz akademik biliklər ilə praktiki biliklərinizi inkişaf etdirdiyinizə görə yaxşı bir ekspert olaraq ölkəyə qayıdacaqsınız. Və ya da ki, sizin planınız akademik sahədə inkişaf etməkdirsə və yolunuzu davam etməkdirsə, orada aldığınız müddətdə bu 2 ili daha da produktiv istifadə etmək lazımdır. Bir tək mən oxuyuram deyərək deyil.
Hər hansı bir professorun assistenti ola bilərsiniz. Əlavə hər hansı bir paperlar yaza bilərsiniz ki, siz bu 2 ili maksimum dəyərləndirəsiniz. Çünki mənim müşahidələrim göstərir ki, təqaüdlə gələn tələbələr ələxüsusda aylıq ödəniş alırlar, təhsillərini davam etdirirlər və bununla da yetinirlər. Çünki çox rahatdır, komfort zonada qalırlar, çıxmaq istəmirlər bu komfort zonadan. Amma təəssüf ki, sürətlə inkişaf edən dünyamız bizi komfort zonada qalmağa imkan və şərait yaratmır. Bu səbəbdən bunun fərqində olmaq lazımdır. İnanıram ki, sizə mən də SAI təqaüdü ilə təhsil alarkən çox gözəldir. Aylıq gəliriniz gəlir, hansı ki sizə imkan verir. Həm yaşam xərclərinizi qarşılayasınız, həm səyahət edəsiniz, gözəl yaşayasınız orada. Amma komfort zonadan çıxmaq çətindir. Lakin bu reallığın fərqində olmaq lazımdır ki, mən 2 il sonra qayıdacağam və qayıdarkən də uğurlara nail olmaq istəyirlərsə, yaxşı maaş istəyirlərsə, karyeralarında inkişaf istəyirlərsə, o 2 ili maksimum dəyərləndirmək lazımdır. Xaricdə təhsilə müraciət prosesi zamanı yol verilən çox sayda səhv var. Amma mənim ən çox sevdiyim 3 səhv var. Bunu vurğulamaq istəyirəm. Ən çox müşahidə etdiyim bu ilk növbədə gecikməkdir. Niyəsə məktəblilər yalnız 10-cu, 11-ci sinifdə başlayırlar xaricdə təhsillə bağlı düşünməyə. Bir tək məktəbli yox, eyni zamanda valideyni də onunla birgə. Həmçinin də bakalavr təhsilində təhsil alan tələbələr yalnız 3-cü, 4-cü kursda başlayırlar fikirləşməyə və beləliklə də gecikmiş olurlar. Həm təqaüdlərə müraciət prosesində, eyni zamanda ümumiyyətlə xaricdə təhsil prosesində tələb olunan sənədləri toplamaq üçün olsun, ümumiyyətlə nailiyyətləri toplamaq üçün. Çünki xaricdə təhsilli qəbul prosesinin şərtləri var və siz o şərtlərə uyğun gəlməlisiniz. Bu şərtlər də həm nailiyyətlərdən ibarət olur, həm müəyyən sertifikatlar əldə edilməlidir və bu səbəbdən gecikirlər. Amma proses necə olmalıdır? Yəni bu daha illər öncə hazırlıq prosesi tələb edən bir məqamdır. Düşünürəm ki, insanlar ən azı 3-4 il öncədən artıq bu məqsədi qoymalıdırlar qarşılarına, strateji və rasional şəkildə buna hazırlaşmalıdırlar. Çünki 1-ci kurs tələbəsi qəbul alır, deyir ki, əşi 4-cü kursda IELTS-ımı alıb gedərəm də. Amma təqaüd qazanmaq, ümumiyyətlə xaricdə bir universitetə qəbul olmaq bir tək IELTS göstəricisi ilə həll olunmur. Bu tələbənin ortalama balı yüksək olmalıdır, bu tələbənin artıq müəyyən nailiyyətləri olmalıdır, sosial aktivliyi olsun, eyni zamanda iş təcrübəsi olsun. Bunlar, bu göstəricilər vasitəsilə o hər hansı bir universitetə qəbul ola bilər və təqaüd qazana bilər. Bunlar göz ardı edilir. Ona görə çox istərdim ki, zamanında bu qərar öncədən verilsin və ona da strateji addımlar atılsın. Çünki heç bir universitetə bizi qara gözümüzə və qara qaşımıza görə seçmirlər. Buna hazırlaşmaq lazımdır. Siz özünüzü təsdiq etməlisiniz ki, o minlərlə müraciət edən gənclər arasında seçiləsiniz. Bunun üçün də çalışmaq lazımdır və gec qalmamaq lazımdır. Bunu da nəzərə alsınlar. İkinci səhv isə bu müraciət prosesi ilə bağlıdır. Ələxüsusda təqaüdlərə müraciət edərkən, elə universitetin özünə müraciət edərkən də sizin mütləq şəkildə bir hekayəniz olmalıdır ki, siz başqa gənclərdən seçiləsiniz. Və bu səbəbdən də hekayə nə deməkdir? Bu güclü portfolyomu deyim, güclü təcrübəmi deyim, güclü CV-mi deyim. Yəni məqsəd ondan ibarətdir ki, siz o motivasiya məktubunda qarşı tərəfə güclü arqumentlər təqdim etməlisiniz ki, niyə bu universitet sizi bu ixtisasa qəbul etməlidir? Niyə bu təqaüd sizi qəbul etməlidir? Və bunun üçün də sizin təcrübəniz olmalıdır. Yəni təcrübə dedikdə bu illər ərzində toplanmış sosial aktivlik ola bilər, eyni zamanda müəyyən iş təcrübələri ola bilər, könüllülük fəaliyyəti ola bilər ki, bunlar çox vacibdir dostlar ki, siz öz motivasiya məktubunuzda güclü arqumentlər gətirəsiniz ki, mən bu ixtisası oxumaq istəyirəm, çünki bu illər ərzində bu təcrübələri yaşamışam və indi öz bilik və bacarığımı daha da artırmaq istəyirəm və inanıram ki, bu universitetdəki akademik biliklər mənə gözəl dəyər qatacaqdır, mənim əmək bazarında dəyərimi artıracaqdır və həmçinin də mənim gələcəkdə bir ekspert olmağıma dəstək olacaq. Mən öz cəmiyyətimə bu bilik və bacarıqlarla daha çox fayda verə biləcəm. Bu kimi arqumentlər təqdim etmək lazımdır. Amma bir halda ki, sizin yeganə nailiyyətiniz bu illər ərzində məktəbi bitirmək olur, lap deyək ki, qırmızı diplomla və ya da ki, universiteti bakalavr pilləsini qırmızı diplomla və başqa gətirməyə heç bir arqumentiniz yoxdursa, sizin seçilmə şansınız və ehtimalınız aşağıya düşür. Çünki güclü arqumentiniz diplomla və attestatdan başqa bir şey deyil. Unutmayın ki, xaricdə təhsilə gedərkən siz yeni bir həyat tərzini seçirsiniz və bu seçimdə tez-tez sizə niyə buradayam sualı ilə üz-üzə qoyacaqdır və çalışın ki, bu suala cavabınız sizi yarı yolda qoymasın. Əgər bu qərarı vermisinizsə, bu stratejik olsun, planlı olsun və şüurlu olsun.